Əziz izləyicilər, əziz xanımlar, bugünkü video roliki məxsusi olaraq sizin üçün hazırlanıb. Qaz plitəsinin üzərinə düşən yanmış yağ ləkələri hər birimiz üçün problemdir. Amma bütün yağ çözücülər bizim ehtiyaclarımızı ödəmir. Belə ki, baxın arxada görürsünüz bu hissəni, bir də bu hissəni. Yağ çözücü oranın hər ikisini rəngini aparıb. Arxa deməli gümüş rəngində idi, bu hissədə qara idi. Gedib rəngi, yağ çözücü eləyib bunu. Amma feri və yaxud da şüşəsilə mənim bu şüşəli qaz plitəmi təmizləyə bilmir. Və bunu da belə bu formada saxlamaqdan ötürü çox əziyyət çəkməyə lazımdır. Və bu hissəyə düşən yağ ləkələri, yağ damcıları hələ sürtülüb təmizlənmir və rənginin getməməsi üçün də hər şeydən istifadə eləmək olmur. Ona görə də çözümü mən tapdım. Gözəl bir vasitə ilə həm əllərimi qoruyur, yəni əli yalın təmizləmişəm bunu əlcə geyinmədən və belə bir gözəl bir nəticə almışam. Sizinlə də paylaşmağı özümə borc bildim.